nəzərdən keçirəcək. İlqar müəllim, xoş gəlmişsiniz. Axşamınız xeyir. İlqar müəllim, artıq qeyd etdiyim kimi Dağlıq Qarabağda qondarma prezident seçkisi keçirilir bugün və beynəlxalq hüquq normalarının ciddi pozuntusu kimi qiymətləndirilən bu seçki beynəlxalq təşkilatlar tərəfindən tənqid edilsə də, buna rəğmən Ermənistan bu seçkiləri keçirilir. Ermənistanın bu addımı belə bir vəziyyətdə nəyə hesablanır? Ermənistan hesab edir ki, vaxt onlara işləyir. Ermənistanın işğalçı siyasətinə işləyir. Ona görə onlar bu seçkiləri də keçirəcəklər, başqa əməllər də həyata keçirəcəklər, nümayiş etdirmək üçün ki, Qarabağ xalqı artıq öz müqəddəratını həll eləyib və heç kimdən də asılılığı yoxdur. Əsas onların demək istədiyi dünyaya budur, bütün bu dövr ərzində. Onlar öz argumentlərini daha çox hüquq deyil, yəni beynəlxalq hüquq normaları, yazılmış normalar deyil, yazılmamış normalar üzərində qururlar. Tarixən sərhədlər həmişə dəyişib. Elə bir şey yox. Tarixdə biz deyirik ki, sərhədlər ümumiyyətlə dəyişməlidir. Amma ermənilər deyirlər ki, tarixdə elə bir şey olmayıb ki, sərhədlər dəyişməsin. Daim eyni qalsın. O həmişə dəyişib. Və bu argumenti gətirərək, digər tarixi argumenti də gətirirlər ki, hansısa bir icma, hansısa bir toplum öz həyat qabiliyyətini sübut eləyə bilirsə, onda onlar deməli öz dövlətçiliyini də qazanmış olurlar. Bunlar tarixi argumentlərdir, tarixi hüquqi demək olarsa argumentlərdir və bu argumentləri onlar gətirirlər və ümid eləyirlər ki, bayaq qeyd edildim, vaxt onlara işləyir, Kosovada bu yaxınlarda indi tanınar və ondan sonra ATƏT məkanında da sərhədlərin dəyişdirilməsinə buna istifadələri uzadırlar vaxtı. Bəli, vaxtı onlar inanırlar, çox belə qəti şəkildə inanırlar ki, vaxt Ermənistana işləyir. Ona görə də bu addımları həyata keçirirlər. Olmasaydı elə, onda onlar seçkiləri də təxirə salardılar, başqa formulalar da tapardılar, başqa deməli, həmin orada yaşayan əhalinin başqa cür idarə olunması üsullarını da deməli, ortalığa qoyardılar. Yəni, səslənən təklifləri nəzərdən keçirərdilər, hər halda bu müddət ərzində real addım ata bilərdilər bu nöqteyi nəzərdən. Amma eyni zamanda bu seçkilər keçirilir görüntüləri, yəni görüntüdür, yəni arxasında nələr dayanır, nə dərəcədə səmimidir bu, nə dərəcədə doğrudur, bunu deyə bilmərik xaricilərin bəyanatı nöqteyi nəzərdən. Yəni xaricin qınaq, amma realisti də var ki, qınaq hədəfinə çevrilməsi, yəni təbliğat baxımından demək istədim, bu seçkilər Azərbaycanın xeyrinədirmi? Yəni nə dərəcədə xeyirli rol oynaya bilər? Ola bilərdi bəlkə də, əgər doğrudan da onu Dağlıq Qarabağda seçkiləri tənqid edən tərəflər, qurumlar səmimi və emosional yanaşsaydılar bu məsələyə. Yəni, səmimiliyinə şübhə var? Səmimililiklərinə şübhə var, əlbəttə ki. Onlar Dağlıq Qarabağın işğal faktını tənqid eləmirlər, orada seçki keçirilməsini tənqid eləyirlər. Bu da ki, aydındır ki, Azərbaycanın bir suveren, tanınmış bir dövlət kimi təzyiqinin nəticəsidir. Və onlar bunu, mən inanmıram ki, belə səmimi qəlbdən eləyirlər və heç bir emosional münasibətləri yoxdur. Emosional yaxşı mənada münasibətləri yoxdur. Onlar hətta belə bəyanatlar versələr də, həmin qurumların ekspertləri və başqa nümayəndələri şəxsi görüşlərdə hesab edirlər ki, bəs Qarabağ əhalisi necə yaşamalıdır? Onlar 15 ildir tutaq ki, bir rejimdə yaşayırlar. Yəni, ikili bir oyun var. Əlbəttə, ikili bir oyun var. Azərbaycan üçün böyük də təbliğatı imkanlar açmır həmin o bəyanatlar. Həm də bugün müşahidə etdik, keçirilən seçkilərdə Amerika Birləşmiş Ştatları həmsədr dövləti, düzdür, burada separatçı rejimlərin nümayəndələri var, yəni bu o qədər də təəccüblü təsir bağışlamır. Amma həmsədr dövlətlərin, yəni biz çox zaman münaqişənin sülh yolu nizamlanmasında əsas ümidi həmsədr dövlətlərə bağlayırıq, belə görünür hər halda. Və bu həmsədr dövlətlərin hər üçünün, yəni Amerikanın da, Rusiya və Fransanın nümayəndələri müşahidəçi statusunda çıxış edirlər bu seçkilərdə. Yəni bu nə dərəcədə uyğundur onların vasitəçilik missiyasına ki, nümayəndələr iştirak edir? Burada məncə bir qədər düzgün vurğu düzgün qoyulmayıb. Həmin dövlətlərin rəsmi nümayəndələri Dağlıq Qarabağda keçirilən seçkilərdə müşahidəçi deyillər. Yoxdur elə bir müşahidəçi. Bu, əgər o həmin o ölkələrin vətəndaşları
Qarabağda keçirilən seçkilərdə müşahidəçi kimi iştirak edirlərsə, bunlar yalnız şəxsi təşəbbüslərdir və ya qeyri-hökumət təşkilatlardır. Amma hər halda qeyri-hökumət təşkilatı nümayəndələri olsalar da, yəni öz olduqları ölkələrin mövqeyini bilirlər. Yox, onlar olduqları ölkələrin deyil, o ölkələrin mövqeylərini ifadə etmirlər istənilən halda. Yəni bunu biz anlamalıyıq. Kimsə hansısa Amerika vətəndaşı, Rusiya vətəndaşı, Fransa vətəndaşı Stepanakert başqa Xankəndiyə, başqa yerlərə gedib orada müşahidə eləsin seçkiləri, sonra gəlsin bir mövqe ortalığa qoysun ki, bəs bu seçkilər belə keçib, bu heç də Amerikanın, heç də Rusiyanın, heç də Fransanın narahat olmağa dəyməz. Narahat olmağa dəyməz, amma ümumiyyətlə Azərbaycan hökumətinin bir siyasəti olmalıdır. Həm sədrlərə deməli istiqamətlənmiş. Çünki ora təkcə seçki müşahidəçiliyinə getmirlər axı onların vətəndaşları, onların şirkətləri, ora sərmayə də qoyurlar. Hansısa bir siyasət formalaşdırmaq lazımdır ki, bu heç olmasa bunun qarşısını almaq mümkün olmursa, başqa bunun bizə xeyirləri olsun. Vətəndaş fəallığının, vətəndaş cəmiyyətinin, Amerikanın, Rusiyanın və Fransanın vətəndaş cəmiyyətinin hansısa fəallığı, hansısa Qarabağla bağlı fəallığının bizə ziyanı yox, xeyri olsun. Bax, bu istiqamətdə bizim hökumətimizin siyasəti olmalıdır. Yəni, adətən təcrübədə də görünür ki, əsas iş həmişə aşağılarda həyata keçirilir. Vətəndaş cəmiyyət tərəfindən, qeyri-hökumət təşkilatları tərəfindən son məqamda rəsmiləşir. Bu nöqteyi nəzərdən bir narahatçılıq doğru. Eyni zamanda, İlqar müəllim, biz də analoji olaraq tutaq ki, Çeçenistana öz nümayəndələrimizlə, QHT-lərimizi göndərsək müşahidəçi statının seçkilərə, Rusiya buna çox belə, necə deyərlər, tolerans mı yanaşacaq? Çeçenistanda Rusiya vəziyyəti əsasən nəzarət edir. Orada Çeçen separatçıları seçki keçirmirlər artıq. Əgər bu hansısa başqa 90-cı illərdə olsaydı, yəqin ki, bizdən orada, bəlkə də orada müşahidəçi iştirak eləmişdi, mən bilmirəm, şəxsi təşəbbüs əsasında və hər halda bu Rusiya buna çox qıcıqlanardı. Bu tür və maraqlı bir mənzərə də buna ibarətdir ki, yəni düzdür, bu bəyanatların o qədər əhəmiyyətli olub-olmaması başqa bir mövzunun, başqa bir məsələnin mövzusudur. Amma Türkiyədən başqa qonşu dövlətlərin heç biri o qədər də, yəni o qədər yox, ümumiyyətlə Qarabağda seçkilərə bəyanat vermədi. Yəni bu ilə əlaqədar ola bilər? Bilirsiniz, bəyanat verəndə hansısa onun davamı olmalıdır da. Tutaq ki, indi Türkiyə bəyanat verirsə, deyirsə ki, mən Qarabağda seçkiləri pisləyirəm, onun bəyanatdan nəticə odur ki, əgər sabahları Azərbaycan hansısa qəti addımlara əl atsa, o halda mən onu dəstəkləyəcəm. Və ya hər hansı bir başqa. Yəni, indi ermənilər orada seçki keçirirlər. Rusiya bəyanat verdi, nə dəyişəcək, verilmədi, nə dəyişəcək. Yəni, Rusiya bəyanat versə ki, bu seçkilər keçirilməsin, bəyəm ermənilər orada seçki keçirməyəcəklər. Çünki Rusiyanın onsuz da öz oyunudur. Ruslar özü idarə edirlər bu prosesləri. Həm Ermənistanı, bir son göstərişi onun marağındadır. Həm Ermənistanı, həm Dağlıq Qarabağdakı separatçı, deməli, separatçılıq prosesində Rusiyanın birbaşa rolu var. O bəyanatı verməklə gənə dəyişir. Eyni ilə başqa deməli, qurumlar və ölkələr, bayaq qeyd elədiyim kimi, o bəyanatların səmimi qəlbdən edildiyinə inanmağa heç bir əsas yoxdur. Amma indi deyirlər, çox sağ olsun. Və İlqar müəllim, regionda vəziyyətə təsir edə biləcək, ümumiyyətlə narahatlıq doğura biləcək hadisə baş verdi. Deməli, Rusiyanın Avropada adi silahlar haqqında müqavilədən çıxması. Yəni, bu imkan verir ki, Rusiya öz hərbi bazaları olduğu ölkələrdə silahları artıra bilsin. Yəni, bu baxımdan bu addım Ermənistanın silahlandırılmasına, eləcə də bu silahlanmış Ermənistanın gələcəkdə danışıqlar prosesindən qaçmasına gətirib çıxarmaz ki, yəni Rusiyanın bu addımın fəsadları nə ola bilər? Rusiyanın bu addımı Azərbaycan üçün böyük fürsətlər açır. Silahlanma fürsətləri, imkanları açır. 90-cı illərdə Azərbaycanın qoşulduğu Avropada adi silahların məhdudlaşdırılması haqqında o saziş Azərbaycanın maraqlarına cavab vermirdi. Necə ki, Rusiyanın da maraqlarına cavab vermirdi. Deməli, hərbi qüvvələrin nisbəti əvvəl tutaq ki, SSR vaxtında 3-ün 1-ə isə Avropa hərbi teatrında, mümkün Avropa hərbi teatrında, indi 1-in 3-ədir tərsinə, yəni ki, NATO qüvvələri 3-ün 1-ə üstünlüyə malikdirlər. Ona görə Rusiyanı da qane etmir. Mən düşünürəm ki, Azərbaycan Rusiyanın bu addımından
mümkün qədər bəhrələnməlidir. Birincisi, biz silahlanmağa başlamalıyıq və faktiki olaraq o deməli, sazişin məhdudiyyətlərinə fikir verməməliyik. Çünki Rusiya fikir vermirsə, biz niyə bunu etməliyik? Həddindən artıq ədalətsiz normalardır orada. İkincisi də, əgər hansısa qurumlar, tutaq ki, NATO, bizə təzyiqlərə başlasa ki, siz bu sazişlə götürdüyünüz öhdəlikləri yerinə yetirməlisiniz, onda biz gərək öz mövqeyimizi ortalığa qoyaq ki, bəs nə üçün axı Ermənistan bizim ərazimizi işğal edir? Azərbaycan həmin sazişə daxil olmayan dövlətlərlə həmsərhəddir, İran və Türkmənistanla. Azərbaycanın ərazisi Ermənistandan 3 dəfə çoxdur. Azərbaycanın əhalisi Gürcüstandan 3 dəfə çoxdur. Nə üçün bizim hərbi silah-sursat normamız 5 əsas növ üzrə onlarınki ilə bərabər olmalıdır? Yəni, Azərbaycanı silahlandırmaya vadar edən nədir? Ermənistanın işğalı. Əgər kimsə istəmirsə ki, NATO və ya hər hansı bir başqa xarici qüvvə istəmirsə ki, Azərbaycan silahlansın, öz neft gəlirlərindən istifadə edərək, başqa imkanlardan istifadə edərək, o halda həmin silahlanmanın motivləşdirən amilləri aradan qaldırmağa çalışmalıdır. Yəni, bizim silahlanmağımızı istəməyən bizimlə yox, Ermənistanla danışmalıdır. Həm də bu digər tərəfdə, bir tərəfdən Azərbaycan üçün imkanlar açır dedir. Bəs digər tərəfdən, yəni Qarabağ məsələsi baxımından Ermənistan həm də silahlandırması demək deyil mi? Ermənistanın silahlandırılmasını Rusiya bu dəfə o dərəcədə açıq şəkildə edə bilməyəcək, qapalı şəkildə də bəlkə edə bilməyəcək. Nə qədər amma silahlandırırdı? Olub müəyyən, bəli, deməli, ora silah eksportu. Amma ki, bundan sonra bilirsiniz də Azərbaycanın regionda artır əhəmiyyəti, İran məsələsində, enerji məsələlərində Rusiya bizimlə daha yaxşı münasibətlərin qurulmasında maraqlıdır. Ona görə həddindən artıq böyük yardımı, hərbi texniki yardımı Rusiya Ermənistana göstərə bilməyəcək və ya göstərsə Azərbaycanda ictimai rəyon itirib bunu lap tamamilə itirəcək. Olacaq təxminən Gürcüstanda olan vəziyyət kimi Azərbaycanda Rusiyaya qarşı. Ona görə Rusiya bunu istəməz əlbəttə. Ona görə bu çəkindirici faktordur. Və mən düşünmürəm ki, deməli, Rusiyanın bu saat imkanları var Ermənistanı həddən artıq silahlandırılsın bu sazişdən çıxdığına görə. İkincisi də mən hesab etmirəm ki, Rusiyadan Azərbaycana qarşı hal-hazırda hansısa birbaşa hərbi təhlükə var, hərbi deməli, müdaxilə təhlükəsi var. Ona görə bizi heç Rusiyanın Şimali Qafqazda deməli, hərbi qüvvələrin artırılması da o qədər narahat etməməlidir. Yəni, bu da bir amildir. Ona görə mən hesab edirəm ki, üst-üstə gələndə bütün mənfi və müsbət cəhətlərini hesab edirəm ki, əsas odur ki, Rusiyanın həmin sazişdən çıxması, moratoriya qoyması Azərbaycana xarici siyasətdə, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən yeni imkanlar, fürsətlər açır. Amma nəzərə alsaq ki, Dağlıq Qarabağ tanınmır və bu da Ermənistanla bayaq dediniz ki, niyə narahat etmir, müəyyən qədər izah etdiniz bunun səbəbini və narahat etmir, onda həm də bu onu göstərir ki, bu siyasət, yəni Ermənistan, bu mövqe Ermənistan təkcə yalnız onun mövqeyi deyil, həm də bunu müdafiə edən tərəflər var, elə deyilmi? Məsəl üçün, Rusiyanın üzrə, çünki Qarabağ problemindən tez-tez danışanda bildirilir ki, Rusiya heç vaxt istəməz ki, Qarabağ problemi həll olsun, çünki Qafqazda təsir rıçardan saxlayan bir vasitədir. Yəni, bu nə baxımdan? Bəli, Qarabağ münaqişəsinin əsas Rusiya üçün nailiyyəti ondan ibarətdir ki, əsas xeyri ondan ibarətdir ki, Orta Asiya, Mərkəzi Asiya indi deyirlər və Azərbaycanın Xəzər dənizi ətrafındakı regionun enerji resurslarının Avropaya çatdırılması yolları çətinləşdirilib. İndi biz Gürcüstan vasitəsilə bunu Bakı-Tbilisi-Ceyhan vasitəsilə həyata keçiririk və indi Türkmənistan qazı söhbəti gedir. Yəni, əgər Qarabağ münaqişəsi olmasaydı, bütün bu layihələr Ermənistandan keçəcəkdi və beləliklə həm daha ucuz, həm də... Amma Rusiya, görürsünüz, indi Gürcüstan ərazisində Birləşmiş Ştatlarla və Qərb dünyası ilə ümumiyyətlə necə toqquşur. Çünki bu Gürcüstan həmin o bizim regionu bir butulka kimi təsvir eləsək, həmin o butulkanın ağzıdır. Bütün qaz, neft, hamısı oradan çıxır. Əgər
onu bağlasalar, bu region tamamilə o Mərkəzi Asiya və Azərbaycan və Gürcüstan hamısı meyllənəcəklər Rusiya tərəfə. Ona görə Qarabağ münaqişəsi təkcə deyək ki, indi biz bugün müzakirə elədiyimiz Qarabağdakı seçkilər də əsasən səbəb odur. Yəni, Qarabağ ermənilərindən asılı olsaydı, onların hüquq istəyindən asılı olsaydı, başqa məsələlərdən asılı olsaydı çoxdan həll olmuşdu. Daha böyük geosiyasi düşüncələr, fikirlər, planlar, iddialar var ki, hansı ki qoymur məsələnin həll olunur. Elə bu baxımdan da İlqar müəllim, yəni indi danışıqlar o prosesini izlədikdə biz o görürük ki, yəni bütün vasitələr artıq səhv nəzər edilir, buna baş vurulub, amma nəticə yoxdur və indi diqqəti yönəldirlər ki, bəlkə Ermənistanda ermənilər, yəni sadə erməni vətəndaşlara, Qarabağdakı erməni icması prosesi, vəziyyəti görsün, yəni Azərbaycanın inkişafını, buna anlasın ki, bunların xeyri olacaq və buna nəticə çıxar. Bu vasitə özün doğrunda bilərmi? Yəni təzyiq etsin ermənilər hakimiyyətə? Necə təzyiq edəcəklər? Fikir verin. Ermənistanda bu dəfə Rusiya siyasətini, seçki siyasətini tamamilə başqa cür qurdu. Hakimiyyətə bir partiyanı deyil və iki partiyanı, üç partiyanı gətirdi. Və üç partiyanın koalisiyası çox deməli bir tərəfdən vahid bir koalisiyadır, digər tərəfdən istənilən anda o koalisiyanın bir hissəsini çıxarmaqla, oyundan çıxarmaqla, koalisiyadan çıxarmaqla hökuməti dağıda bilər Rusiya. Yəni Ermənistan tamamilə Rusiyanın siyasi təsiri altındadır. Ona görə mənə hərdən gəlir ki, biz danışıqları nə Ermənistanla, nə deyək ki, Dağlıq Qarabağdakı erməni icması ilə aparmalıyıq. Rusiya ilə daha çox bu mövzuda danışmalıyıq və yəqin ki də danışılır. Amma ki, vəziyyət belədir. Məsələ ermənilərdən asılı olsaydı, bəlkə də həll olmuşdu çoxdan. Bəs bu necə özünü doğrula bilər? Saakashvilinin, yəni Mikhail Saakashvilinin bir taktikası deyilən artıq bir anlayış da ortaya çıxır. Yəni bunun Azərbaycan reallığında tətbiqi səbəb ola bilərmi? Saakashvilinin bir çox vacib deməli hərəkətləri olub, addımları olub öz ərazisindəki münaqişələrin həlli üçün. Və bunlardan ən düşünürəm ki, təbliğatı baxımdan, həm də ki, strateji baxımdan xeyirli ola biləsi bizim halda Azərbaycan Qarabağ icmasının Qarabağda yerləşdirilməsidir. Bir çox adamlar bəlkə də heç bilmirlər, Dağlıq Qarabağın bir hissəsi, keçmiş Dağlıq Qarabağ Muxtar vilayətinin bir hissəsi hələ də Azərbaycanın nəzarəti altındadır. Və belə eyni vəziyyət Abxaziyada mövcuddur. Saakashvili deməli administrasiyasını Gürcüstana, Tbilisiyə loyal administrasiyasını orada yerləşdirdi. Nə üçün bizdə Qarabağ icmasının başçısı Bəhmənov Bakıda yaşayır? Mən düşünürəm ki, o da onun və ya o olmayacaqsa başqa deməli icma rəhbərliyi Dağlıq Qarabağ ərazisində olmalı. Çünki Ermənistanın indiyə qədər, bayaq əvvəldə dediyim fikri təkrar edirəm, indiyə qədər elədiyi iddialar tarixi, hüquqi amilə hesablanır. Yəni onlar deyirlər ki, biz bu ərazidə yaşayırıq, biz bu əraziyə nəzarət edirik, bu ərazi bizimdir. Və vaxt keçdikcə bu ərazinin bizə məxsus olması daha da aydın olacaq və biz beləliklə tarixi hüququmuzu sübut eləyəcəyik və bu hansısa gələcəkdə tanınacaq. Biz isə sübut eləməliyik ki, biz də Azərbaycanlı icması xüsusilə heç hökumətdən heç nə gözləmək də bəlkə də lazım deyil. Azərbaycanın Dağlıq Qarabağda yaşamış icması və hələ də orada yaşayan Azərbaycanlılar fəallaşmalıdır. Həmin o mərkəzlər yaradılmalıdır və hökumətdən asılı olan hissəsi isə əgər bizim o tipdə yerli administrasiyamız olmalıdırsa, o mütləq Dağlıq Qarabağın azad olan hissəsində hansısa bir yolla yerləşdirilməlidir. Mən düşünürəm ki, o halda Azərbaycanlılar da öz deməli iddialarını və mövqeyini gücləndirə bilərik. Biz göstərə bilərik ki, bizim əhalimiz Qarabağın bəzi hissələrindən qovulub və ona görə də orada keçiriləcək hər hansı bir dövlət quruculuğu, hansısa seçkilər, hansısa başqa deyək ki, demokratiya təntənəsi kimi göstərilən hadisələr, onların heç bir qanuni əsası yoxdur. Onlar nə bayaq qeyd elədiyim tarixi prinsiplərə, nə hüquq prinsiplərinə, nə də ki, yazılı beynəlxalq və daxili qanunlara uyğun gəlir. İlqar müəllim, bu baxımdan bu yaxınlarda həyata keçirilmiş ziyalıların səfəri də buna rol oynaya bilər, elə deyilmi?
Ziyalıların səfəri bilirsiniz, mənə elə gəlir ki, burada müəyyən ciddi səhvlər edilmişdi Azərbaycan hökuməti tərəfindən bu səfərin təşkilində. Mən düşünmürəm ki, bu səfərlər lüzumsuzdur. Mən hesab edirəm ki, Əslində bunlar da xalq diplomatiyasının və burada xalq diplomatiyası deyirik, amma ki, nə üçün nümayəndə qrupunun başında biz Daxili İşlər Nazirinin məmurunu deyil və ya zabitini deyil, biz ora göndəririk Xarici İşlər Nazirinin ilə birgə işləyən Azərbaycan